Salam dostlar, necəsiz? Bu gün mənim maşın içində bir gün qalacağam. Bu gün söhbət edəcəm deməli. Tıqa qatmaq çətin, rahat işdir yəni. Səbəbləri çox yarışar, çox maşınlara ən çox dediyim kimi şeyə No7-yə yarayar, amma bu araç yarayar yəni. Hündür Niva'dır, hündür maşın, No7 isə Zroy No7 deyirlər hamı. Biz də bu mənim videomda mən tək çalışıram, tək işləyirəm yəni mən. Yəni yanında heç kim olmur. Mən yəni paylaşıram, bölüşürəm. Mən bir insan olduğum kimi. Bəzi adam var, yanında tuturlar, nə biləm məsəl, belə şey yoxdur məndə yəni. Gerçəkdən elə biləm. Yəni çağırsam məsələn bir dəfə əzət deyəsəm, məsələn ya mən çək, onda dostlar bir şey ola bilər ki, yazı saxlayın. Kiməsə kamera verməyin. O kamera versəz, sına bilər, telefon düşə bilər, bir qaçmaq olar, yaxın çəkmək ola bilər. O cür dostlar, siz evdən çıxmayın. Həqiqətən də, bax, bəlkə özünüz çəkin, mən səhv deyirəm, məsələn, mən sizə deyirəm. Belə şeylərdən uzaq durun. Məsələn, təqə qaçmaq da bir şey yəni, mən dediyim kimi. Məsələn, tam istifadə eləmir təqə atmaq, amma mən istifadə eləyirəm. Bəli. Yəni atam istifadə mən də eləyirəm. Belə. Bizim belə olur bizdə. Maliyyəsiyə belə bax belə olur bizdə. Belə videolar bəyənməlisiniz. Bəli. Bu gün belə. Normal mənim. Belə. Bir gün həyatda idi, öldü. Sonra bu atam sürürdü çəkiyor. Hə, sonra aldıq maşın artıcı maşını belə. Nə istəyirsiniz, nə istəyirəm, bölüm nə istəyirsiniz. Hə, mən də yavaş-yavaş qazanacağam. Pullar yəni bura gələr. Belə TikTok hesabı, əsas YouTube hesabıdır. Bəli. Bəli. Bu YouTube'dur, bəli, YouTube kanalı bu. Belə. Nə istəyirsiniz, nə sağ olun, özünüzə yaxşı baxın. Bu da bir bölüm oldu, bir maraqlı oldu. Bu gün özüm istədim çəkmək.